Adını Gernika şəhərindən alan bu mükafat tarixən sülh və barışığın simvolu kimi qəbul edilib. Çünki o özündə Gernika bombardımanı kimi faciələrin bir daha təkrarlanmaması ideyasını təcəssüm etdirir. Sözügedən mükafatın da məhz Gernika qurbanlarının anım günü olan 26 apreldə təqdim olunması xüsusi rəmzi məna daşıyır. Bu, dövlətimizin beynəlxalq münasibətlərdə konstruktiv mövqeyinin, regionda sabitliyin təmin olunmasına yönəlmiş siyasətinin və qlobal əməkdaşlığa verdiyi önəmin yüksək dəyərləndirilməsidir. Həmçinin dövlətimizin başçısının sülh və barışıq üçün Gernika mükafatına layiq görülməsi Azərbaycanın dünya birliyində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini göstərir və ölkəmizin gələcək uğurları üçün əlavə stimul yaradır. Azərbaycan prezidentinə sülh və barışıq üçün Gernika mükafatının verilməsi mühüm bir hadisədir və ədalətli bir qərardır. Hər şeydən öncə ona görə ki, Azərbaycan prezidenti sülh və müharibə sözləri nə qədər bir-birinə zidd olsa da, bir-birinin antonimi olsa da, müharibə apararaq sülh əldə etməyi bacardı və bu müharibəni ədalətli apardı. Yüzlərlə, minlərlə insanın müxtəlif cür işğalçılıq siyasətindən əziyyət çəkən xalqların ümidini doğrultdu ki, heç də işğalçılığa dözmək olmaz və ona qarşı mübarizə aparıb ədaləti bərpa etmək mümkündür. Azərbaycan prezidenti eyni zamanda beynəlxalq hüququn nüfuzunu xilas etdi, BMT-nin nüfuzunu xilas etdi və beynəlxalq hüququ tətbiq etməklə, hüquqda nəzərdə tutulan tələbləri tətbiq etməklə regional sülh gətirdi. Azərbaycan müharibədən qalib çıxdı, güclü oldu, ancaq ədalət hissini itirmədi və beynəlxalq hüququ pozmadı. Yəni, torpaqlarımızı işğal edən faşistlərə işğalla cavab vermədi. Ümumiyyətlə, Gernika mükafatı sülhün simvoludur. Bu baxımdan həmin mükafat daha çox sülh təşəbbüsləri, dialoq və barışıq istiqamətində fəaliyyət göstərən şəxslərə təqdim olunur. Gernika şəhəri də Azərbaycanın Xocalı, Füzuli və digər bölgələri kimi 1937-ci ildə deyil, daha sonraki dövrlərdə ağır hücumlara məruz qalıb. Buna görə də Azərbaycan prezidentinə verilən mükafat ədalətli və çox əhəmiyyətli hesab olunur. Çünki Azərbaycan müharibədən dərhal sonra sülhün təmin olunması istiqamətində qətiyyətli addımlar atıb. Buna görə də dövlətimizin başçısı dünya ictimaiyyəti tərəfindən sülhsevər xadim, eyni zamanda humanist lider kimi tanınır. Bugün də yüzlərlə, minlərlə insanlar var ki, sülh olmadığına görə əziyyət çəkirlər. Çox saylı dünyada coğrafiyalar var ki, onların şəhərləri düz Gernika kimi müxtəlif faşist düşüncəli təşkilatlar tərəfindən, dövlətlər tərəfindən bombardıman edilir. Məncə, Azərbaycanın prezidentinin əldə etdiyi sülh həm də onlar üçün bir ümiddir ki, nə vaxtsa demək sülhü və ədalətli sülhü əldə etmək mümkündür. Və müharibədən sonra müharibə və sülh komponentlərinin ikisini o şəkildə Azərbaycan prezidenti siyasi platformaya gətirdi ki, bugün işğalçı dövlət belə regionda Azərbaycan prezidentinin yaratdığı sülhdən məmnundur. Bu dəstəklənir. Ona görə də mənə elə gəlir ki, Gernika mükafatının o sülh fəlsəfəsi tamamilə Azərbaycan prezidentinin öz fəaliyyətində əksini tapır və bu yüksək qiymətləndirilməli bir hadisədir. Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində Ermənistanın revanşizmə və regionu yeni qarşıdurmaya sürükləyən cəhdlərin də qarşısı alındı. Nəhayət, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanın bütün səyləri, təşəbbüsləri mühüm diplomatik nəticələ yekunlaşdı, məsələyə nöqtə qoyuldu, regionda sülh bərqərar oldu. Artıq iqtisadi, siyasi və digər istiqamətlərdə çox mühüm işlər görülür. Azərbaycan və Ermənistan arasında yük daşınması, kommunikasiyaların açılması istiqamətində ciddi tədbirlər görülüb. Bu mühüm məsələdir. 30 ildən çox müddətdə daim müharibələr, münaqişələr yaşayan Azərbaycan artıq sülh şəraitində yaşayır. Sərhədlərimizdə atışmalar yoxdur. Xatırladaq ki, dövlətimizin başçısı daha öncə Zayed İnsan Qardaşlığı mükafatına layiq görülmüşdü. Bu mükafatlar onu nümayiş etdirir ki, Azərbaycan dünyada sülh yaradan, qlobal əməkdaşlığı, dialoqu təşviq edən dövlət kimi qəbul edilir. Azərbaycan prezidentinin apardığı siyasət məhz suverenlik, ərazi bütövlüyü və hər bir Azərbaycan vətəndaşının rifahına köklənib. Buna görə də istər Zayed İnsan Qardaşlığı, istərsə də sülh və barışıq üçün Gernika mükafatı cənab prezidentin tam olaraq layiq olduğu və Azərbaycan xalqına həsr olunan mükafatdır. Turab Hacızadə, Elşən Məhərrəmov, Əzim Cəfərli, NTV Xəbər.